Qaynına gəlin kombin videomuza xoş gəlmisiniz. Trend yoldan aldığımız geyimlərimizi göstəririk. Əvvəl hoqqa verib belə bir keçid eləmək istədik. Sonra dedim ay bala, bizə yaraşan ən yaxşı effekt təbiilikdir. Geyindik, gəldik. Əvvəl öz dəstimdən danışım. Rəngi, modeli o qədər gözəldir ki, adamın ürəyi açılır. Materialı da çox keyfiyyətlidir. Amma mən içimdə fikirləşirəm ki, Ruxa, bu biraz yaşına uyğun deyil sanki. Siz necə düşünürsünüz? Gəlinimin paltarı da doğrudan çox gözəldir. Amma özü narazıdır. Deyir kökəlmişəm. Yaza qədər mütləq arıqlamalıyam. Bu qara don. Ay aman, mən bunu çox bəyəndim. Qara rəng elə bil adamı yığışdırır, zərif göstərir. Hələ gəlinimin köynəyi. Vallahi onu da çox bəyəndim. Çox yaraşdı özünə. Bu isə mənim rahat ev donum. Elə bil əynində heç nə yoxdur. O qədər rahatdır. Üstəlik cibləri də var. Qadın üçün cib böyük xoşbəxtlikdir. Gəlinim isə sadə, rahat bir tişört seçib. Rahatlıq hər şeydən vacibdir. Yaş keçdikcə bunu insan daha yaxşı başa düşür. İndi söz sizdədir. Yazın görək, daha çox hansını bəyəndiniz?